Daş ürəklərdə yanıb, daşları sındırdı muğam. Haqqa düşman olanı, haqqa tapındırdı muğam. Nə güman eyləmisən ondakı tilsimləri sən, kürü ahı ilə qurutdu, salı yandırdı muğam. Onun hər guşəsi bir xatirə, bir canlı kitab, keçilən yolları hərdən bizə andırdı muğam. Su çilər kinli ürəklərdə qəzəb tonqalına, neçə qəsdin önünü kəsdi, dayandırdı muğam. O ürək yanğısı, göz yaşları, bir çəngə bulud, oyadıb yaddaşı, vicdanı utandırdı muğam. Dəfn edin siz məni zabul segahın mayəsinə, deyirəm bəlkə məni bir gün oyandırdı muğam. Çox kitablar oxudum, zənn elədim bəxtiyaram, mənə çox mətləbi ahəstəcə qandırdı muğam. Salam, hörmətli tamaşaçılar. Xalq musiqisi inciləri rubrikası ilə biz artıq Rast, Şur, Bayat Şiraz, Kargah muğam dəstgahlarını sizə təqdim etmişik. Bugün isə biz Seygah muğamından söz açacağıq. Onu da deyək ki, verilişimizin əvvəlində siz görkəmli aktyorumuz İlham Əsgərovun ifasında Bəxtiyar Vahabzadənin muğam poemasından muğama aid qəzəlini eşitdiniz. Bu təsadüfi deyil, burada Seygahdan da söz açılır. Ona görə də bugünkü gecəmizdə bu qəzəl məhz məzmunla uzlaşır. Seygah iki sözdən əmələ gəlmişdir. Se-üç, gah isə məkan deməkdir. Onu da deyim ki, yaxın və orta şərq xalqlarının musiqisində Seygah özünə geniş intişar tapıbdır, lakin bütün yaxın şərq ölkələrində Seygah bir variantda ifa olunur. Ancaq Azərbaycanda isə bu muğam geniş yayıldığı üçün onun bir neçə variantı vardır. Onlar hansılardır? Orta Seygah, Xaric Seygah, Mirzə Hüseyin Seygahı, bir də Zabul Seygah. Seygah muğamının əsasını eyni adlı məqam təşkil edir, o da Seygah məqamıdır. Seygah məqamı təkcə Seygahın və onun variantlarının əsasını deyil, eyni zamanda ona daxil olan təsnif və rənglərin, xalq mahnı və rəqslərinin də əsasını təşkil edir. Onu da deyək ki, Seygah muğamlarının ayrı-ayrı variantları öz kökünə görə fərqlənirlər. Eyni zamanda dinləyiciyə təəssüratı baxımından da onlar ayrı-ayrı xarakter kəsb edirlər. Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacbəyov Seygah muğamından söz açarkən yazır ki, o estetik psixoloji cəhətdən eşq, məhəbbət hissləri insanda yaradır. Bununla bərabər mən indi görkəmli tarzən pedaqoq Kamil Əhmədovun da Seygah haqqında sözlərini sizə xatırlatmaq istərdim. O belə yazır. Seygah, sevgi, məhəbbət, sızıldayan qəlb, bir gəncin ürək dolusu sevgi simvoludur. Əgər bir musiqiçinin istedadını yoxlamaq istəyirsənsə, onun ifasında Seygaha qulaq as. O vaxt onun nəyə qadir olması üzə çıxır. İfaçının ürəyi olmasa, onda Seygah alına bilməz. Bu doğrudan da bu sözlərdə böyük hikmət var. Ümumiyyətlə, muğam oxumaq üçün gərək yaxşı ürəyin olsun, hissiyatın olsun.
və xüsusilə də segah. Segahı ifa edən zaman artıq onun ürəyi, onun qəlbi, onun hissiyatı üzə çıxır. Segahın musiqi sevərlər arasında geniş yayılmasının sübut edən faktlardan da biri odur ki, artıq bir neçə xanəndənin adı ilə segahlar da yaranmışdır. Məsələn, 18-ci əsrdə Mirzə Hüseynin adı ilə əlaqədar Mirzə Hüseyn segahı, 19-cu əsrdə Qasımın adı ilə əlaqədar Zabul Qasım, 20-ci əsrdə İslam Abdullayevin adı ilə əlaqədar İslam segahı və yaxud Haşim Kələntərlinin adı ilə əlaqədar Haşim segahı, Respublikanın xalq artisti Hüseynqulu Sarabskinin adı ilə əlaqədar Hüseynqulu segahı və nəhayət bizim dövrümüzdə Habil segahı da məşhurdur. O da məşhur kamança çalanımız Respublikanın xalq artisti Habil Əliyevin adı ilə bağlıdır. Segah muğamı Azərbaycan bəstəkarlarının yaradıcılığında da mühüm yer tutur və Azərbaycan bəstəkarları bütün yaradıcılıqları boyu başqa muğamlarla yanaşı segaha da müraciət edirlər. Bu barədə görün Üzeyir Hacbəyov nə yazır? Segah muğamı lirik aşiqanə əhəmiyyətə malikdir. Bütün incə, aşiqanə xalq nəğmələri bu muğam əsasında qurulmuşdur. Buna görə də mən aşiqanə səhnələri öz operalarımda verdikdə bu muğamdan istifadə edirəm. Görün bu sözlərdə nə qədər böyük hikmət, həqiqət var və bəstəkarlarımız da demək olar ki, öz sələflərinin dediklərini öz yaradıcılıqlarında istifadə edirlər və Azərbaycan muğamlarının arasında segahdan xüsusilə faydalanırlar. 19-cu əsrin ikinci yarısında yaşamış görkəmli tarzən Mirzə Fərəc, bilirsiniz ki, muğamların bir neçə cədvəlini vermişdir. O cümlədən Segah Zabulun da cədvəlini göstərmişdir. Orada Segah Zabul 20 şöbə və güşədən ibarətdir. Lakin bu şöbələrin hamısı segaha aid deyil. Orada biz həm çargaha, həm şura, həm Bayatı Qacara aid muğam şöbələrini də eşidirik. Lakin 1925-ci ildə Böyük Üzeyir Hacbəyov muğam komissiyası yaratdıqda muğamların cədvəlini düzəldir. O cümlədən segahın da cədvəlini düzəldikdə artıq bu cədvəldə segah muğamı, çargah, şur, eyni zamanda Bayatı Qacarın şöbələrindən azad olur. O cədvəl bugün də işlənilir və bugün də bizim ifaçılarımız, eyni zamanda müəllimlərimiz məhz bu muğam cədvəlinə əsaslanırlar. Hal-hazırda Zabul segahı bu şöbələr və güşələrdən ibarətdir. Bərdashт, Maye-i Zabul, Manənd-i Müxalif, segah, Zil Zabul, Manənd-i Hasar zildə, Manənd-i Müxalif zildə və nəhayət segaha ayaq şöbələri bu muğamı cəmləşdirir. Onu da deyək ki, Zabul iki məfhumla adlanır. Zabul segahı və segah Zabul. Segah Zabul adı ilə dəstgah kanlı oxunduqda mütləq olaraq segahla başlanır və sonunda Manənd-i Müxalif və segaha ayaqla tamamlanır. Zabul segahı isə ifa olunanda o mütləq olaraq Zabulla başlanır. Ondan sonra Manənd-i Müxalif, segah, zil Zabul, Manənd-i Hasar, Manənd-i Müxalif zildə və segaha ayaqla da tamamlanır. Hörmətli tamaşaçılar, başqa muğam dəstgahları kimi Zabul segahı da Bərdaşla başlanır. Bərdaşda oxuyub çalan istər zil Zabuldan, istərsə də zil Manənd-i Müxalifdən istifadə edə bilər. Onun aşağı hərəkətində muğam mayədə bitir və sonra isə Maye-i Zabul başlanır.
Maye Zabul aramlı hərəkətə mənsubdur. Özü də BEM registrdə oxunur. Sakit xarakterli, iri həcmli bir şöbədir. Biz indi Zabul segahının əsas şöbələrini sizə təqdim etmək istəyirik. Bunlar hansılardır? İnstrumental şöbə olan Dəramət, Bərdaş, ondan sonra Maye Zabul şöbələri. Oxuyur Respublikanın xalq artisti Əlibaba Məmmədov, onu müşahidə edir Azərbaycan televiziyası və radiosunun Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblı. Ansamblın bədii rəhbəri Möhlət Müslümovdur. Sol hissələrini tarda çalır Möhlət Müslümov, kamançada Fəxrəddin Dadaşov. ای göz olmayan gezi xun xavənicə etmə dəxi. Ey göz olmayan gezi xun xavənicə etmə dəxi. Rozigarın qəmi eşkiləsiya etmə dəxi. Rozigarın qəmi eşkiləsiya etmə dəxi. Ey gözüm yaşı bu sər gençlərin tərkində. Ey gözüm yaşı bu sər gençlərin tərkində. Sərvi qavmətlərə qətil şəriya etmə dəxi. Sərvi qavmətlərə qətil şəriya etmə dəxi. Ey Füzuy
məşuq məzaqın tərk ey Füzuli mey məşuq məzaqın tərk özünü asi dergah eyla etme dehil 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 Mənim bu aləm içrə bir qara gözlü yaranlar Mənim bu aləm içrə bir qara gözlü yaranlar Gecə gündüz fərağında nə səbr nə qərarım var Ederler derdi bilmezler beni teklifi güzara Ederler derdi bilmezler beni teklifi güzara Üzün yad ile bilmezler bir alem nobaharım var Ederler derdi bilmezler məni təklifi güzara Üzün yad ilə bilmezler bir aləm nobaharım var Hücumu eşki çeşmimdə Hücum eşki çeşminde Qəmim yoktur fərağında Mənə neylə Bu daşqın sel ki dərya tək kənarın var Mənə sən cor qıldayı Mənə sən doğruldayım Mən eydim səbri ey zalim Sənin çoxdur əgər görün Mənim də bircə tanrım var Həmidə qaşlarım tapşıyor, mənimlər aslı qıvrışsın Həmidə Həmidə qaşlarım tapşır, mənimlər aslı qıvrışsın Ona qurban edim mən də əlimdə hər nə varım var
Dedim Raci, dedim Raci bu möhnətdən çıx ey can, qurtulum qəmdən. Dedi ya həstə səbr eylə, mənim də intizarım var. Aman 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 yar aman aman boy aman Yine tövbe yemini eşki harap etmede Yine tövbe yemini eşki harap etmede Aşık iftarını sevda meynab etmede Kölmeye bir meleğin Kölme bir meleğin sevgisi ot saldı onun Adı Zöhre Gün onu canı hesap etmededir Gözleri baktı mənə, söylədi səbr et sənin Gözleri Gözleri baktı mənə, söylədi səbr et səninəm Doğrusu Doğrusu səbr edirəm Ömrü şitab etmədədir Aydan, daydan, yaday Ahu gözlüləri Ahu gözlüləri yatmış zaman onlar uçur Görüb ahu gözünü Yoşu sıxab etmədədir
Məsləhətdir məni qovmaqdan isə versin əzab. Məsləhətdir məni qovmaqdan isə versin əzab. Yar bunu yaxşı düşünmüşdü, əzab etmədədir. Məsləhətdir məni qovmaqdan isə versin əzab. Yar bunu yaxşı düşünmüşdü, əzab etmədədir. Gəl nizamini xətayı isə həlak etdirmək. Aşiqəm, yar məni öldürsə, səvab etmədədir. Aman, 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 yarım aman, 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 hey, aman, hey, yarım aman, aman, ah yar hey, yar Hörmətli tamaşaçılar, Maye-i Zabuldan sonra Manənd-i Müxalif şöbəsi gəlir. Manənd o deməkdir ki, oxşayır, bənzəyir. Buna görə də Manənd-i Müxalif şöbəsi, yəni müxalifə bənzər mənasını daşıyır. Yeri gəlmişkən mən onu da deyim ki, Mirzə Hüseyn segahı, yetim segah məhz Manənd-i Müxaliflə başlanır. Bunu ilk dəfə 18-ci əsrin görkəmli xanəndəsi Mirzə Hüseyn oxumuşdur və onun adı ilə olan Mirzə Hüseyn segahı da bilavasitə Manənd-i Müxaliflə başlanır və Manənd-i Müxalif demək olar ki, bu muğamda artıq deməli bərdاشت əhəmiyyətini kəsb edir. Manənd-i Müxalifdən sonra segah şöbəsi gəlir. Buna çox zaman orta segah da deyirlər. Yəni bu orta mövqe tutur. Segahda əsas xüsusiyyət odur ki, burada həzinlik, qeyri-adi lirizm özünü göstərsin. Yəni bu keyfiyyətlərə malik olan xanəndələr bu şöbəni çox gözəl ifa edirlər. Eyni zamanda bu şöbə ondan sonra gələn zil şöbələr üçün bir növ körpü, bağlayıcı əhəmiyyətini görür. İndi biz sizə Manənd-i Müxalif və segah şöbələrini təqdim edəcəyik. Oxuyur Respublikanın xalq artisti Arif Babayev. Yaraman aman, yaraman aman, her kimin ki kalbi var, bir sümber cananı var, sümber cananı varsa dide-i giryanı var.
Her kimin ağlar gözü varsa başı sevdalı dünya. Bir güzel eşkler dilde min gemi pürhan. Yar hey, yar hey, yar. Kim canı vermiş, kim canı vermiş cihanda nazlı bir mehpareye, can dolu. Bir cüt gözü, bir sineyi, bir yar var. Onun hər pərdəsi ah, hər bəmi qəm, hər zili od, qəlbə atəş şiliyir, hökm eyliyir ağla segah. Bəxtiyarın da könül telləri titrər beləcə, deyər ahəstəcə hey, ağla segah, ağla segah. Bir cehet, bir cehet ahmak yargan kimsenin. Gözdeki her qəflə qalın sinədə tufan var. Çünkü kimseye göstermiş güzel bir dilber ruhsarla rüzgara rüzgara her bir bela çekmeye imkanı var. Her belaya say, dilde vermez zarar. Her belaya say, dilde vermez zarar.
Eşitdiyiniz şöbələrdən sonra zil-zabul şöbəsi gəlir. Zil-zabul bir növ mayədə olan zabulun zildə təkrarıdır. Lakin təkrar variant şəklində mütləq olmalıdır. Yəni, musiqiçilərin dili ilə desək, bir oktava yuxarıda zil-zabul təkrarlanır. Zil-zabulda gərək müğənni yüksək oxuma texnikası göstərsin. Burada şaqraq zəngulalardan istifadə etmək lazımdır. Bunu məhz zil-zabul şöbəsi tələb edir. Biz indi zil-zabul şöbəsini sizə Respublikanın xalq artisti Səkinə İsmailovanın ifasında təqdim edəcəyik.
neşir kim bunu tanır? Ey telif olayan, telif olayan kitabeleri ezberimdedir. Ay aman 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 aman. Kim bu nöhdenin telif olan yar aman ey telif olan kitabeleri ezberimdedir ay da day da Hüsnüne yadığım akşamdan beri Al şemi hüsnüne yadığım akşamdan beri Pervaneler göz hamı hak isterimdedir aman ey Aman aman, aman aman, ay ay. Vedat aman, aman aman, aman ay ay dele dele, ay dele dele, ay dele dele, yâre aman.
güzelim gel, gel gel, gel gel, gel gel maralım gel, gel gel güzelim gel, derdi kananım gel, eşke yananım gel. Zil Zabul şöbəsindən sonra manənd hasar, manənd müxalif şöbələri zildə ardıcıllaşır. Bu zaman bəmdə olan Zil Zabul şöbəsindən sonra manənd hasar, manənd müxalif şöbələri zildə ardıcıllaşır. Bu zaman bəmdə olan həmin şöbələr zildə səslənənkən dəyişilmiş şəkildə, variantlı şəkildə təkrarlanır. Burada şaqraq zəngulalardan, yüksək texniki ifaçılıq priyomlarından da istifadə olunur. Bundan sonra müəyyən qədər sakitlik lazım olduğu üçün melodiya aşağı enmə hərəkəti ilə gəlib çatır mayeyə. Bu funksiyanı da bilavasitə SGH ayaq şöbəsi yerinə yetirir. İndi də gəlin manənd hasar, manənd müxalif şöbələrinə və SGH ayaq güşəsinə birlikdə qulaq asaq. Oxuyur Respublikanın xalq artisti Canəli Əkbərov. Hörmətli tamaşaçılar, bununla da biz verilişimizi bitiririk. Sağ olun, sağlıqla qalın.
Sanki baştan başa bir şey eşler, Şamiler adlanır ahi dili suzanından. Tenedir elmene yarın ne vefasız çıktı. Ey vefasız, demirem ben bunu öz yanımdan. Ne canım ey. Neylerem ben gülü ya Allah, insafım var. Onların hansı güzeldir ruh cananımdan. Vahidem ay aman, ay aman, Vahidem asrimizin indiki Ferhadım benim. Ey kim beni ayrı salar Hosravi Hubanımdan. Ay aman,